Əzilmədən dəndən qalan soba dolmasının sirrini bu videoda sizinlə bölüşürəm. Mən bugün soba dolmasını Ukraynadan gələn dana qolbudu və qoç quyruğu ilə hazırladım. İlk dəfə bu ətlərlə dolma bişirdim və nəticə isə həqiqətən möhtəşəm alındı. Bu ətlər Azərbaycanda yalnız Meat Steak mağazalarında satılır. Bütün məhsullar halal sertifikatlıdır və keyfiyyət baxımından yüksək standartlara uyğundur. Hazırda Meat Steak mağazalarında bütün ət məhsullarına xüsusi endirimlər də tətbiq olunur. Şəhər daxilində 5 filialları mövcuddur və ünvanlar, əlaqə nömrələri isə onların rəsmi səhifələrində qeyd olunub. Dolmanı hazırlamaq üçün ətlə qoç quyruğunu ət maşından keçirtdim. Əvvəlcə soğanın suyu çəkilənə qədər tavada qovurdum. Soğanın suyu çəkilənə qədər tərəvəzləri təmizlədim. Badımcanlar sobada qızaracaq deyə ayrıcana qızartmadım. Biberlərin içərisini təmizlədim. Pomidorların da içərisini oydum. Pomidorun içərisindən oyduğum bu içliyi ətə əlavə etdim. Soğanın suyu bir qədər quruduqda içərisinə duru yağ əlavə etdim. Yağda çox az çevirib üzərinə çəkilmiş ətə əlavə etdim. Ətlə quyruqla bir qədər qovurduqdan sonra, qiymi hazır olduqdan sonra içərisinə pomidorların içərisindən oyub çıxartdığım bu içliyi əlavə edib qarışdırıram. Ən sonda isə ağ reyhan əlavə etdim. Qarışdırıb ocaqdan götürdüm. Badımcanları isə qaynayan suda yumşalana qədər pörtlədib götürdüm. Aş süzənə yığıb üzərinə ağırlıq yerləşdirdim. Soba listinə əvvəlcə 2 ədəd pomidoru sütkəcin iri gözündən keçirtdim. Ardıca da pomidor, biber, badımcanların içliyini bolluca doldurub listə düzdüm. Əti tərəvəzlərin içliyinə doldurmamışdan öncə tərəvəzlərin hamısına duz səpdim. Soba tavasında öncədən isidilmiş sobada 250 dərəcədə sobanın ən aşağı gözündə 1 saatdan 10-15 dəqiqə artıq müddətində bişirib götürdüm. Ən sonda soba listinə bolluca kərə yağı və yarım armud stəkan su əlavə edib sobaya yerləşdiririk. Sobada yarım saat bişdikdən sonra üzərinə ya falqa və yağlı kağız sərin ki, üzəri çox qızarmasın. Əzilmədən, dağılmadan, dəndən çox ləzzətli alınıblar. Videonu bəyənib yadaşa verməyi unutmayın. Göz haqqınızı halal edin. Hazırlayanlara nuş olsun. Hələlik.